Son illərdə məktəblilər arasında aqressiv davranışların və şiddət hallarının artması cəmiyyətdə narahatlıq doğuran mövzulardan birinə çevrilib. Müxtəlif yaş qruplarında müşahidə edilən zorakılıq halları kiberbullying, sosial təcrid etmə, psixoloji zorakılıq və fiziki davalarla özünü göstərir. Elə ötən gün Şəkidə 16 yaşlı yeniyetmənin həmyaşıdına bıçaqla xəsarət yetirməsi də sözü gedən hallara nümunədir. Bəs günahkar kim və ya nədir? Psixoloq Qətibə Abdullayevanın sözlərinə görə isə uşaq ailədə gördükləri ilə formalaşır. Əgər bir ailədə ata və yaxud da ana arasında fiziksel bir şiddət varsa, məsələni bu yönümdən çözməyə başlayırlarsa, o zaman bu məsələ uşağın da üzərinə yönəlir. Deməli, uşağa da hər hansı bir məsələni həll etmək istəyəndə, problemi həll etmək istəyəndə və yaxud da səhv etdiyi halda fiziksel və yaxud da sözəl olaraq şiddət göstərmiş oluruq. Uşaq da bu halda nə edir? Gördüklərini təkrarlamağa başlayır. Gücü çatdığı müddətdən sonra istər öz yaşıdlarına, istər özündən zəiflərə artıq tətbiq eləməyə başlayacaq. Çünki düşünürlər ki, bu onların müdafiə mexanizmi, amma müdafiə mexanizmi bu deyil təbii ki. Psixoloq deyir ki, ana-ata diqqətindən kənar qalan uşaqlar özlərinə qapanır və o boşluğu doldurmaq üçün alternativ axtarırlar. Adətən valideyn düşünür ki, mən ona heç bir fiziksel şiddət göstərmirəm, sözəl olaraq şiddət göstərmirəm, amma sevgi göstərmir, qayğı göstərmir, hörmət etmir uşağa. Bu anda da nə baş verir? Uşaq özünü o mühitdə daha rahat hiss edir və oradan nə öyrənirsə, onun daha doğru olduğunu düşünür. Ailə bəzən uşağının başına bir pis hadisə gələndə və yaxud da kiməsə şiddət göstərdiyini eşidəndə düşünür ki, mən heç vaxt öz övladımdan gözləməzdim, çox sakit idi. Amma o sakitliyin arxasında nə durduğunu baxmırlar. Necə sakitliyi, məsələn, daha çox telefonda vaxt keçirdirdi, daha çox kompüterdə vaxt keçirdirdi. Bunların da önəmi çoxdur. Mütəxəssislər bildiriblər ki, həm valideynlər, həm də müəllimlər məktəblilərin sosial və psixoloji vəziyyətinə xüsusi diqqət yetirməlidirlər. Belə ki, ailə daxili münasibətlərin uşaqların psixologiyasına təsiri barədə valideynlər maarifləndirilməli, məktəblərdə isə psixoloji dəstəyi gücləndirilməlidir. Sosial platformalarda uşaqların təhlükəsizliyini qorumaq üçün isə valideynlər və müəllimlərin birgə nəzarəti olmalıdır. Ayşən Sərdar qızı, Ramil İbrahimov, Xəbər Ertəsi.